Qonağımı dəvət edirəm, hansı ki aşı asır və yaxud aşı asan abbası deyirlər asıb dostlar. Bu da aşpaz Mübarizdir. Gəlin Mübariz. İçlərində çox balaca bir cırtdanlar var dostlar. Allah bizi elə cırtdanlardan qorusun. Evlərə yox, adi həmin o cırtdanlar dif şəklindədir, içində cırtdandır. Burada olan cəmaata, yəni cırtdana, nənəsinə, ailəsinə və s. xəlbirlə sudaşdırılır. Qut Mübariz var. Aşıq Mübariz var. Onunla da söhbət edirsiniz. Flora Kərimova, Azərbaycanın xalq artisti üçün nə bişirərdiniz? Məncə nəsə bişirsəm də onun sevdiyi yemək olmasını daha istərəm. Yaxşı, bax Flora Kərimova deyirlər, gələcək Mübariz tez nəsə bir şey pişir. Amma heçini istəməyib. Eləmi? Yox, heç də sizə deməyib. Ümumiyyətlə tanımır, deyir, aşpaz Mübariz kimdir? Amma siz... Tanımır, canı sağ olsun, nə qədər olursa olsun, yəni o mənim üçün dəyərli bir şey. Mən demirəm ki, tanımır sizi. Mən deyirəm ki, sadəcə də indi. Flora xanımda halbuki elə bir xüsusiyyət gəlibsə, əlbəttə ona yaxınlaşır xidmətçi, stol xidmətçisi, istəyini və arzusunu soruşur, menunu təqdim edir. Yoxdur, hamısı qırılıb, yəni işçilər də yoxdur soruşur. Mən səhv eləmirəm, Flora xanım düşbərəni sevər. Elə bir ki, ancaq imtahan verirəm, belə sual, cavab, belə istəyirəm, belə enerji satsaq. Biz də belə həmişə gülüb danışırsınız, amma bugün elə bir imtahana gəlmişsiniz. İmkan vermirsiniz axı, gözümün önünü tutmuşsunuz belə. Tək sizi görürəm, hissi elə bilirəm ki, bir həyatda bir sizsiz, bir də mən, vəssalam. Xalq mənim arxamda dayanır, başa düşürsünüz? Mübariz, indi tək məni yox, indi Nəriman dayını da görsünüz. Nəriman dayı yeri gəlmiş ki, bir həftə yox idi günə baxandan sonra. Sonra mən eşitdim ki, Nəriman dayı səhədimə zəhərləmişdi. Nəriman dayı necə olmuşdu o hadisə, zəhmət olmasa? Bir dənə yada salın. Əvvəla salam bütün tamaşaçılara. O elə hal olmuydu. Mən günə baxanda belə yarışma oldu, rəqs elədim, Mübariz hazırladı toyuğu. Mən apardım, çox sevindim, belə ləyaqətli, belə çox gözəl hazırlamışdı. Mən onu həvəslə yedim də. Alqış olanda yəqin. Təşəkkür edirəm. Hazırladığı yemək mənim üçün həqiqi deyirəm. O neçə dəfə günə baxanda elə sürprizlər yaradır. Yəni yer gəlmişdən Flora xanım həqiqətən artıq Azərbaycanda böyük bir damğa, yəni iz vurubdu öz səsinlə. Bəli. Yeri gəlmişkən Flora Kərimova əziz dostlar, show biznes və mədəniyyət deməli tarixi göstərir ki, bir çoxlarına belə hətta damğa qoya-qoya gəlir. Azərbaycanın xalq artisti Flora Kərimovanı dəvət edirik. Bir dərd olsa hökmən gəlib tapar məni. Yer üzündə bir it varsa gəlib tapıb qapar məni. Min nəfərə bir dərd olsa hökmən gəlib tapar məni. Yer üzündə bir it varsa gəlib tapıb qapar məni. Arzum içimdə qəribdir, sinəmdə qəm göyəribdir. Yox ama ilan giribdir, yəqin çalar omar məni, omar məni. Bilinmir heç uzaq yaxın, çoxum yoxdur azabaxım. Öldürər bu damar məni. Sirdən usanmışam, fitnə gürdən usanmışam. Tanrım yerdən usanmışam, öz yanına apar məni.
mübariz sadəcə doğrudan da bu mahnı çox təsir edir və əyləşin zəhmət olmasa. Hə, can, yaxşı olasınız qızım. Bura gəlməmişdən qabaq, qoy dərdləşim bizimkilərlə. Mənə dedilər ki, kəlmə-i şəhadəti oxumusan. Dedim ki, hələ yox. Dedi ki, ora gedən ya sağ çıxmaz, ya salamat çıxmaz. Dedim ki, vallahi bir dəfə qızımın sınağından çıxmışam. İkinci dəfə də onun insafına baxır. İndi bax, sizin insafınıza güvənib gəlmişəm. Biz insaflı uşaqları. Biz bilirik kimi kök altına salmaq lazımdır. Gördüyünüz kimi sağ salamatdır. Boğazı qurumuşdu yazığın. Aşkdan mübariz deyil mi? Siz Allah bağışlayın, yazıq sözü o mənada deyil. Qurban olun, bağışlayın. Elə bir suallar verir ki, həqiqətən o insanın daxilindəki olan sözlərdir ki, o xalq onu düşünür və onu cəmləyib deyirsə, bravo deyir. Və çox adamın cəsarəti çatmır o sualları verməyə. Və eyni zamanda üzr istəyirəm, siz doğru deyirsiniz ki, İnsanlar var ki, həqiqətən bu verilişə gəlmək istəmirlər ki, sırf bizim bu dəyərli xanımı kök altına salır. Ay vallah, mən sizə bir şey deyim. Bir qəribə də şey var. Demirəm ki, siz yanlış düşünürsünüz, ancaq çox adamlar hamı bura gəlmək istəyir. Niyə? Çünki çox populyar verilişdir. Burada elə bircə dəfə adamın sifəti görünəndə ömür boyu adamın yadında qalır. Millətin yadında qalır. Ona görə ancaq deyim sizə, gəlməmiş, sizə qurban olum, kim bura gəlsin, valeriyanka, validol və s. bütün ürək dərmanlar, əsəbi dərmanları içirsiniz, gələndə də bura belə gələrsiniz. Bir qədər əvvəl mübarizə sual vermişdim ki, təsəvvür elə ki, sənə təcili zəng eliblər ki, Azərbaycan xalq artisti Flora Kərimova sizə gəlir. Təcili nəsə deməli hazırlanmalısan. Çox mübariz düşündü, dedi düşbərə. Yox. Çox sağ olun Flora xanım, çox sağ olun. Mən sizi çox istəyirəm. Yox, düşbərə yox. Olmaz ki, mən dedim özündən soruşaq da. Hə, özündən soruşaq. Hansı yemək Nə xoş yaşır Flora? Biti. Bircə kilo çörəyi doğrayırsan o kasıya. Deyin, hə deyin də. Dəstək eləyin. Heç oxşamır sizə kilo dolduranı və kilolarla amma o yeyən adam oxşamır sizə. Deyim sizə, hamısını danışacağım. Bu sən nə işlərim var, hamısını ortada qoyacağım. Sabah da media ağzına alsın, birinin üstünə 5'in qoysun, yazsın. Sonra o çörəyi əlinlə, bax beləcə ətlə bir yerdə, noxudu ilə, dəmdüxtarı ilə, can, hə. Məni çox çətin yavaş ötürürsən, sonra da sutka yarım özündən savaşdasan ki, niyə yedim? Artıq əzizdən mən kök altına düşmüşəm. Suallar nə idi? Suallar da yadımdan çıxıb. Xahiş edin və suallarda da köməkləyin. Siz nə edirsiniz bu arada? Ay vallah qurban olub da belə dedim. Bəyək düşbərə deyəndə mən artıq burada belə edim. Belə ilanı su vururlar. İstəyirsiniz, düşbərə sevirsiniz. İstəmək istəmir. Mübarizin düşbərəsi pişirdiyi düşbərəni bir dəfə dadmışam. Və ondan sonra mən demişəm ki, mən düşbərə sevirəm. Amma mən pitini ondan da çox sevirəm. Mübariz hazırlasa əlbəttə ki. Belə dostlar, mübariz mütləq nəzərdə saxlayıb. Flora xanımla sizə qonaq gələcəyim. Havaların belə anormal keçməsi, qış aylarıdır və s. Floraya hansı təsiri göstərir? Siz hansı havanı deyirsiniz? Təbiətin havasın ya mənəviyyatın havasın? Hər ikisini. Əsas odur ki, floraya hansısa təsir eləyir ya yox? Heç biri təsir eləmir. Bircə bir şey var ki, mən düşünürəm ki, əgər mən çox nədənsə danışıramsa, bəziləri qızım mənə deyirlər, lazım deyil, yaşınıza yaramır, dinməyin, keçin. Bilirsiniz, düşünürəm ki, ana evladın qoruyur, düzdürmü? Nə qədər ona sərhəd qoysalar da yenə də evladın qoruyur. Bizlər isə vətəni qorumalıyıq. Mən dinməsəm, bu qızım deməsə, kimlərsə deməsə, sənət uçuruma gedər, mənəviyyat uçuruma gedər və heç kim mənə nöqsan tutmasın. Mən bilirsiniz nəyə deyirəm qızım, qurban olum. Bir şey deyəndə, o saat qızım oradan zəng edim, amma mən səndən xahiş eləmişdim də bu haqda danışma. Yəni birinci mənim yaxşı mənada calladım evladlarımda, oğlum, qızım. Mən deyirəm, qızıl dövrünün elçisiyəm.
Bu qızım qızıl dövründən tərbiyə alıb. Ona görə deməliyik ki, bizim gələn cavanlarımız yolun sapmasın. Flora xanım, deyin, heç vaxt narahat olmayın ki, sizin barənizdə kimsə nəsə danışır. Ömər Xayyamın yaxşı sözü var, deyir, bizim barəmizdə bizdən pis olanlar danışır. Yaxşıların isə vecinə də deyil. Odur ki, narahat olmayın. Danışırlar, qondaşlar. Mübariz, siz demirəm. Ay, sağ olun. Mübariz də təsdiqlədi. Ümumiyyətlə, necə fikirləşirsiniz? Havanı dəyişməyə ehtiyacı var ya, yox? Təbii. Çünki havaya örgəşirsən və Allah onu artıq Allahdan bir lütf kimi qəbul eləmirsən, mütləq bir hal kimi qəbul eləyirsən və naşükür olursan ona. Bəs mədəniyyət və show biznes aləmində bu havanın dəyişməsinə mama qurban sizə deməyin. Biraz körpələri skvaznyakda soyuq tutar eləyər. Hamısı sətəlcəmdir də. Hamısı sətəlcəmdir. Mənim siz Allah bağışlayınca deyəcəm, ruhu şad olsun. Qaynanəm Bakılı idi, deyərdi, vallah bu başdan giricədir. Bir ucdan başdan giricələr gəlirlər. Olan şeydir. Deyir, xəstəni görməsin, sağlamın qədrini bilməsin. Belə şeylər də var. Ancaq onların arasında çox düz qeyd edirsiniz ki, sağlamları var, təəssüflər olsun ki, azdır. Deyirlər, bu süd məhsulları ümumiyyətlə yaxşı təsir edir də insana, Mübariz. Çox yaxşı təsir edir. Əlbəttə, yalnız ana südü olmalıdır. Ha, ana südü. Bəs belə bir... Ana, yəni buzovun anasını deyirəm mən. Hə, buzov olmam. Belə bir ifadə var, deyirlər ki, süd, ağlamayan uşağa süd vermirlər də, düzdür. Bax, ağzı südlü, deməli, ağızlarında hətta südü qurumayan uşağın indi gəlib mənim sənətim, mən bu sənətə gələndə, mən incə sənət, mədəniyyət, getdim, hansısa gedir kafada konsert verir, gəlir ki, mən getdim, Azərbaycanımızı layiqincə təmsil elədim və s. və axır. Belə bu uşaqlar bu sənət barəsində danışanda, əvəzsiz xidmətlər haqqında hansı hisslər keçirirsiniz? Mən onlara süd içməyi məsləhət görürəm. Çünki süd içmək bədənə xeyirlikdən başqa mədə bağırsağı da təmizləyir. Yəni o çirkəbi içlərindən təmizləsinlər, insan olsunlar. Ümumiyyətlə, Flora xanım, bilirsiniz ki, hər bir yerdə Mübariz, siz də bilirsiniz, yəni bir çox insanlarla təmasda olursunuz. Yəni səhnəmizdə deyirlər ki, məsələn, primadonna və s. Məsələn, Alla Borisovna Pugaçovda. Primadonna necə olmalıdır? Bax, siz xalq artisti, sizi xalq doğrudan da sevir, sünilik yoxdur. Ağac nə qədər var versə bir elə başını aşağı salmalıdır. Bizdə ya sənətkar olmalısan, ya ifaçı olmalısan. Döşünə döyən primadonna heç kimdir və heç nədir. Primadonne, Madonna. Belə xüsusiyyətlərin malik olarmı ki, mən bunu rus dilində deyim? Bəli. Primadonna, bəziləri ne primadonna, yek bir sənətkar. Ancaq primadonne. İndi bu Madonnanın şəklini təsəvvür eləyin. Ana, как прислуга при этой Madonne. Həmin o Madonna. Burada kötü söhbətlər getdənlər. Qızım, mən rus dilində dediyimi pozmayacaqsınız. Əziz dostlar, Flora Kərimovanın burada dediklərinə görə redaksiyamız məsuliyyət daşımır. Nə qədər istəyirsiniz danışın Flora xanım. Olsun ki, qurban olum. Döşüyürlər canıma. Nə olar? Flora xanım, Əcən. bəzi müğənnilər əvvəlcə sizinlə duet oxuyur. Məşhurlaşırlar əməlli başlı. Sonra isə bir də görsən ki, səngərin o tərəfinə keçib mamamsan, anamsan, canımsan deyirlər. Belə kimsəsizlər. Kimlərə deyirlər, ya mənə deyirlər? Yox, yəni sizinlə başlayırlar duet oxumağa, məşhurlaşırlar, mahnı hit olur, birinci yerlərdə olur. Amma sonra səngərin elə bir o tərəfinə keçirlər və orada bilmirəm indi kimlərdir hər halda. Mamamsan, anamsan, canımsan, ciyərimsən, əzizimsən. Belə həmişə bu kimsəsiz uşaqları hardan belə ürəyiniz yanır sizin? Əzəl gündən dünya yalan dünyadır, baha satan, ucuz alan dünyadır. Ay qızım, onlar baha satan, ucuz alan insanlardır. Yeri gəlmişkən, Teymur Əmrah sizin səsinizlə niyə danışmaq istəyir ki? Oxumaq yaxşıdır, yəni danışmağında problem var. Deyirlər, mənim səsimlə danışır. Ancaq bir qəribə iş var ki, indi mənə deyir ki, mən onun paxıllığını çəkirəm, o məndən yaxşı oxuyur. Mən bir söz deyən, sual vermək istəyirəm. Buyurun, Mübariz. Yəni, məlumat üçün bildirim, mən də buradayım. Flora xanım, həqiqətən mənə maraqlıdır. Teymur Əmrah mənim qonağım olub bizim verilişdə də bir neçə dəfə. O sizin səsinizdə sanki oxuyur, mən elə hiss edirəm. Yəni o tempra düşür və sizin ona verdiyiniz əməyiniz, yoxsa siz ona dərs keçmişsiniz və o əməyinizin müqabilində sizə qarşı necədir? Ay qızım, bağışda qurban olum. İndi zəng eləyəcəksən, yenə də düşəcəksən üstümə ki, niyə deyirsən?
Anan qurban, elə bir yaşdayam ki, həqiqətlə mən bu dünyadan köçməliyəm. Nankördür. Nankördür. Belə əziz dostlar, yeri gəlmişkən qarşı tərəfin fikirlərini burada deməli eşitməyə hazırıq. Amma Teymur Ancaq bir şey, bir müğənni kimi savadlı müğənnidir. Çünki savadlı müğənniyə, bağışın mən döşmə döymürəm, çünki savadlı müğənnini təqlid eləyirdi deyə savadlı oxuyur. Teymur bir arada çox belə dəb götürmüşdü ki, mən Flora xanımla durub oturandan mənə ad vermirlər, ev vermirlər, neynəmirlər. Mən də ona bir sual verdim ki, Faiq Ağayev, Nadir Qafarzadə, onlar nəsə mənimlə ünsiyyətdə, duet oxuyanda mənim adımın zərəlini çəkmədilər. Ad məsələsinə gələndə o saat məni bir müqavva kimi göstərirlər. Yenə də deyirəm, qızım, bəlkə də mən deməməliyəm bunu. Ancaq demədiyim qədər də onlar mənim üstümə gəlirlər, nahaq yerə. Amma bundan sonra biz bilirik ki, yəni kimsə sizin hesabınızla məşhurlaşırsa, yerə gəlmişkən bəziləri artıq nəinki 5 otaqlı villa tikdirir, hətta 3 otaqlı maşınlar da alır, məndə olan məlumata görə. Olan şeydir, əsl sənətkar bax budur. Bir çox, ümumiyyətlə, tarix göstərir ki, sənət insanları, ümumiyyətlə, həddən artıq dahi insanlara qarşı bir çoxları nankör olur. Fikir verməyin. Vəssalam. Nəysə, dostlar, gəlin biraz məhvamızı qaldıraq, bir şeylər unuduruq. Belə, hər kəsin sirri var. Ümumiyyətlə, tarix boyu deyiblər ki, qadınların sirri həmişə çoxdur, amma bəzi reklamlara görə, valla, bizim sirrimiz artıq o qədər də qalmayıb, dostlar. Amma məmləkətlər var, ümumiyyətlə, tarix boyu hansısa sirli hadisələr baş verib, hansılar orada baş sındırırlar, tarixçilər gedirlər və s. və axır. Bu dəfə də biz, əziz dostlar, gizli Azərbaycan haqqında biz balaca bir kök altı, belə deyək də, çarx hazırlamışıq. Gizli olaraq Azərbaycan haqqında indi bizim xüsusi müxbirimiz Ceyhun xəbər verəcək. Salam. Gizli Məkan proqramı. Yeri gəlmişkən, Flora xanım, Hacı. sadəlik deyilər başın tacıdır. Mübariz, nə oldu sizə? Çünki Flora xanıma dediniz, mənə baxdınız, gözünüzdə çəplik yoxdur yəqin. Sadəcə Flora xanıma sual vermək istəyirdim. Oradan deməli bir sualın cavabını sizdən alaraq sonra sualı ünvanlamaq istəyirdim Flora xanıma. Sizə qurban olum. Heç vaxt oğul bu xanımı, bu qızımı divara deyə bilməzsiniz. Yəni, divara diriyə bilmərsiniz deyəndə, bunun dirənəcək divar yoxdur, o dirənsin yəni. Biz bilirik də, dizaynerlərimizi təşəkkür edirik. Verilişimizin studiyasında divar olmadığına görə, dostlar. Flora xanım, siz sadə insansınız da, yəni bir çoxlar hər nə deyəcəksin, mən sizi şəxsində tanıyıram. Belə də, yəni ünsiyyətdə də oluruq və jurnalistlərlə çox sadəliyinizi seçilirsiniz, özünüzü dartmısınız, sonra, yəni başa düşürsünüz də hansı xüsusiyyətlər. Bax, siz başa düşmürsünüz ki, belə sadəliklə Azərbaycanda hörməti itirirlər. Bu sözümə görə, bu ifadəmə görə bağışlasın məni dinləyicilərimiz. Sizin verilişinizin üslubu belədir ki, açıq danışmaq lazımdır deyə mən onu eləyirəm. Axmaq o adamdır ki, mənim sadəliyimi sadəlöv kimi qəbul edir. Amma doğrudan siz çox sadəsiz. Mən sizə baxıram. Bu xalq artisti, əziz dostlar, üstündə bir dənə də olsun ki, zərzibonlu daşqaşlı üzü görmürəm. Bundan başqa, belə mən qulağında şarlı sırğa görmürəm, əziz dostlar. Bizdə olaraq xalq artisti mütləq bəzilərinə baxanda mənlə təsəvvür edirəm ki, onlar yeni il yolkası kimi olmalılardı. Üstündə mütləq bu şarlı sırğalar və s. Qonşuluqda çox var elə şeylər. Bizim çox zəngin qonşularımız var. Gələn dəfə hərəsindən birini götürüb geyib gələrəm. Qonşunuzda. Əsas sizin daxili zinətinizdir. Sənətinizdir və özünüz siz yeri gəlmişkən, qonşudan lazım deyil, bilirik də bəziləri o prokatla gəlirlər bura, sonra da qonşuları gəlib kəsdirlər ki, 15 dəqiqə artıq geç çıxıb, bəli, brilyant daşlarımı götürmək lazımdır. Mübariz, söz verə bilərsiniz buradan Flora xanım gilə Novruz bayramı birdən Xonçada nə pişirib aparacaq? Flora xanım inşallah yəqin verilişdən sonra ünvanını verər. Artıq sizin maraq dairənizdə olsa nə aparmamı? O qulaq dinləmə deyirlər qapıda. Sən o qulaq dinləmədə olasın, mən də gətirəndə görərsin. Qapı pusula. Mübariz bəy, bizim ünvanımız
qalsın bir qırağa. Siz öz ünvanınızı verərsiniz bizə. Biz ora yola elə qəşəng taparıq. İnşallah. Mən də gəlib pusacıyıq qapını görənə qalsın. Amma qapı harda pusacaq? Bu xanım da gələcək o qapıda dinləməyə. Yəni. Mən balkondan qulaq asacağım, narahat olmayın. Və deyin, Novruz bayramını necə qarşılayacaqsınız? Hansı planlarınız var və Kökaltı tamaşaçılarına nə arzulayardınız? Flora xanım buyursun, yəni böyükdür, həqiqətən çox hörmətim var. Sonra mən deyərəm. Çox sağ olun. Ata-baba dəbdəbəsi ilə xalçanın üstündə samavar, sonra şəkər bura, paxlava, ondan qabaq təbii ki, dünyadan köçənlərimizə, ruhu bizə, əzizlərimizə, köçkünlərimizə, o bayrama çatmayan insanlara bir dua, şəhidlərimizə göz yaşı dua ki, bizim yanımızda deyil, bir ruzu, bir can sağlığı, bir də bir şey, mənəviyyət, layaqət və ən böyük bunların amili vətəndaşlıqdır. Onu biz yadımızdan çıxartırıq. Mübariz də siz? Əlbəttə Flora xanımın dedikləri ilə mən də üst-üstə düşür sözlərim, amma mən daha öz fərqli, biraz enerjili insanım, bir yerdə dura bilmirəm. Anam xoşlayar, xalça açsın, otursun. Mən məsələn daha çox tonqal qalansın, yumurta döyüşsün, cavanlar bir-birinə güləşdirim, görüm hansı daha güclüdür. İsmayılıdan deyilsiniz. Xeyr, Naxçıvandan. Demədim, çünki yaş o yaş deyil. İndi siz təsəvvür eləyirsiniz ki, mən tonqaldan atam, tonqalın içində yanıb ölərəm. Allah eləməsin. Ən sevdiyim şey insanlara xidmət göstərməkdir. Yəni özüm istəyirəm ki, süfrə açıldı, orada danışmaq, yumorlu söhbətlər eləmək, bax belə şey. Belə də baxanda elə indi anam da izləyəcək. Anam Allahın hər günü bir oyunu ağlamasa dayanmaz. Mütləq bir dəfə ağlayar gündə. Bayram olsun, ocaq qalama, biz gedək, o ağlayacaq, gələcək. Yəni budur. İstərəm ki, göz yaşları hamıda sevinç göz yaşı olsun. İlahi əmin. Elə verilişə də başlamazdan əvvəl Flora xanım elə valideynlik, analıqdan danışdı bu instinktdən. Doğrudan da böyük bir şeydir. Allah sağ olan analarımızı can sağlığı versin, var eləsin onları. Azərbaycanın xalq artisti Flora Kərimovaydı. Çox böyük şərəf idi və Azərbaycanın xalq aşpazı dostlar mübariz idi. Minnətdarım mən sizə və şəkil çəkdirik. Belə əziz və hörmətli tamaşaçılar, bizdən kimi Facebook sosial şəbəkəsində Aynas Fan klubu var və orada Kökaltının səhifəsi var. Orada olan bütün fanlarımızı salamlar